Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə həm çətin, həmçinin də maraqlı bir sualı izah edəcəm. Doğru olan fikirləri müəyyən edin. Baxaq, görək hansı fikirlər doğrudur. Beyləqan inzibati rayonu Kür çayının sağ, Araz çayının isə sol sahilində yerləşir. Doğru ifadədir. Xəritəyə baxsaq, Beyləqan Kürün sağ sahilindən Arazın sol sahilinə qədər uzandığını müşahidə edərik. 2. Balakən, Qazax, Daşkəsən və Qax inzibati rayonları iki ölkə ilə həmsərhəddir. Balakən Rusiya və Gürcüstanla sərhəddir, yəni iki ölkə ilə. Qazax Gürcüstan və Ermənistanla sərhəddir. Daşkəsən bir ölkə ilə, yalnız Ermənistanla sərhəddir. Qaxca həmçinin iki ölkə ilə, Rusiya və Gürcüstanla sərhəddir. Deməli, burada Daşkəsən pozur, ona görə ikinci ifadəni götürməyəcəyik. 3. Yevlax-Balakən dəmir yolu xətti Balakən rayonunun Gürcüstanla sərhəddinə qədər uzanır. Yevlax-Balakən dəmir yolu xətti Balakən rayonuna qədər davam edir. Amma Gürcüstan sərhədinə qədər deyil, Balakən rayonunun mərkəzinə qədər davam edir. Üçüncü ifadə səhvdir. Qazax Tovuz, Qarabağ, Milmuğan və Şirvan Salyan iqtisadi rayonlarında şəkər çuğunduru əkinləri geniş sahə tutur. Doğrudur. Bu iqtisadi rayon şəkər çuğunduru əkinlərinə görə fərqlənən iqtisadi rayonlardır. 5. Katexçay çay, Muxaq çay və Əyriçay çayları Kür çayının ikinci dərəcəli sol qollardır. Katexçay çay tökülür Qanığa, Qanıq Kürə, yəni ikinci dərəcəli qoludur. Muxaq çay da həmçinin Qanığa, Qanıq Kürə. Əyriçay da Qanığa tökülür, Qanıq da Kürə. Yəni hər üçü Kür çayının ikinci dərəcəli sol qollarıdır. 5-ci ifadə doğrudur. 6. Respublikamızda yük daşımada dəmir yolu nəqliyyatı ikinci yer tutur, səhvdir. Respublikamızda yük daşımaya görə birinci yerdə durur avtomobil nəqliyyatı, ikinci yerdə boru kəmər nəqliyyatı, üçüncü yerdə dəmir yolu nəqliyyatı, dördüncü yerdə dəniz, beşinci yerdə isə hava nəqliyyatıdır. Yəni ikinci dəmir yolu nəqliyyatı ikinci yox, məhz üçüncü yerdədir. Deməli, sualda doğru cavab 1, 4, 5 Y variantı. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.